Hər ildə biz ilin ən yaxşı 100 müəllimini seçirdik. İlin ən yaxşı 50 məktəbini seçirdik. Oktyabrın 5-də hər il biz indi qeyd olunur da, bu günlər də gəlir. Müəllim günü kimi qeyd edilirdik və mən işlədiyim devirdə hər il 100-ə qədər müəllim, əməkdar müəllim, digərləri tərəqqi medalı və adlarla alırdı. Həmin 100 əməkdar müəllim adlanan adam indi hər ayda 130 manat ona görə pul alır. O da az pul döydü müəllim üçün, belə deyək. O dövr üçün. O dövr üçün, bəli. Və bunların hamısını mən əlimin Qurana basıb and içərəm ki, tam şəffaf şəkildə həyata keçirməyə çalışırdım və ona nail olurdum. Ancaq adamlar var idi ki, zəng edirdi ki, mənim falan kəsildi, bununla keçir. Mən o şeylərin hamısına yox demişəm həmişə. Və hamı bilir ki, burada heç bir əyriliyə mən yol verməmişəm. Bu dəqiqə ən ciddi məsələ Azərbaycanda müəllim nüfuzudur. Dünyanın bütün ali məktəblərinə 2 fəndən imtahan verilir. Riyaziyyat və dil. Elə deyil. Dil və məntiq, məntiq. Riyaziyyat və dil. Niyə bizdə 9 fəndən imtahan verilir? Riyaziyyata mən girirəmsə, niyə gedim mən kimyadan məsələ imtahan verməliyəm? Və yaxud da tibb və sənət verərlərin çoxu gəlib yapaq. Yəni ki, bu sistemi tənzimləmək lazımdır. Biz isə təəssüf ki, bu 30 il ərzində mən tam səmimi deyirəm, o şeyə getmədik və bir-birimizdən qorxa-qorxa, bir-birimizi allada-allada, indi gəlib düşmüşü gəlib o yetim müəllimin üstünə ki, bütün günahlar müəllimin üstədir. Xeyr, günahın əsası bizim özlərimizdədir.